Studiyanın hər günü xüsusi buraxılışıdır. Çünki hər gün biz cəbhədən xəbər alırdıq. Hər gün əskər salamı verirdik və hər gün qazilərimizdən, cəbhədə baş verənlərdən xəbərlər verirdik. Və günlərin bir günü mənə bir qazimizin videosu atıldı. Mən o videonu təqdim etmişdim. İndi biz onu xatırlayacağıq. Sonra mən o qazimizi bura dəvət edəcəm. Niyə dəvət edəcəm, onu da sizə deyəcəm. Amma öncə o çox sevdiyim, heç vaxt unutmayacağım, tamaşaçıların qəlbində də dərin rəğbət və hörmət hissi qazanmış birinci studiyadakı həmən o görüntüləri təqdim etmək istəyirəm. Bizim bir igidimiz var, xahiş eləyirəm görüntüləri ekrana verəsiniz. Bəli, baxın, bu igidimiz hazırda yaralıdır. Suqovuşan ətrafında düşmənlə üz-üzə döyüşərək ermənilərin odlu silahdan açdığı atəş nəticəsində yaralanıb. Haqqında bu ağız dolu danışdığım qardaşım döyüşlərə məhz Mingəçevirdən qatılıb. Şükürov Tural Vüqaroğludur. Tural, sənə Allahdan şəfa arzuluyuruq, sənə təşəkkür edirik. Niyə bu kadrı xüsusilə izlədik Zaur müəllim? Çünki o yaralıdır, ona ayağa qalxmaq olmaz. Amma qələbə xəbərini eşidərkən həkimlərin maneəsinə baxmayaraq qalxır, qol qanad açır və sevincini, əlbəttə Allah qorusun deyirik bu cür qardaşlarımızı. Bəli, biz bax bu cür qələbə çaldıq. Biz düşmənə göz yaşımızı göstərmədən qələbə çaldıq. Şəhid xəbəri verirdik. Hamı da bilir ki, mən gözü sulu adamam. Deyirdilər ki, nəcəb özünü tuta bilirsən. Deyirdim ki, qələbədən sonra mən möhkəm ağlayacağım. Çünki düşmən baxır bizə. O vaxt özdə mənim çıxışlarımı xüsusilə tərcümə edirdilər. Ermənilər üçün, fransızlar üçün və paylaşırdılar. Ona görə həmişə dimdik dururduq. Və yaralı qardaşımın oynamağına baxın, düşmənə bu cür biz cəza verirdik ki, sizin heç bir addımınız, hələ orada geri çəkilirsiniz, məcbursunuz torpağımızdan, iti qovan kimi sizi qovaq. Amma buna baxmayaraq biz duruşumuzu pozmuruq, biz üzümüzdəki təbəssümü pozmuruq. Onlardan biri, yenə deyirəm, Tural Şükürov idi. Ay Tural, çox şükür, gəl qardaş, gəl. Gəl bura. Həmən Tural bugün bizim yanımızdadır. Ən böyük alqışlar onlarındır. Xoş gəldin Tural. Bax, bu zalda hər kəs bu cür ayaqda alqışlanmaz, qarşılanmaz. Eşq olsun sənə və sənin simanda vətənimizi qoruyan bütün oğullara, bax bu, belə deyim də, bu alqışlar dünənki şəhid ruhuna da ithaf edilsin. Onların ruhu rahatdır deyə düşünürəm. Çünki Tural kimi oğullar əyləşə bilərsiniz, düşməndən qorxmadılar. Çox sağ olun. Bu bizim şəhid adına, qazi adına göstərilən hörmət göstəricisidir. Ayaqda alqışlama. Sənə həqiqətən dəyərdir o. Həqiqətən layiqidir. Amma Tural, gördünüz orada ayağı ilə bağlı onun problemini və damarlarda çox böyük problem olur və sonra başlayır orada yaralar. Çünki bəzi məqamlarda yaralar ayaqdan yaralanmışdı deyə damarları üzərində gedir. Damar da köçürülmüşdü, səhv eləmirəmsə sənə. Xoş gəlmirsən, təbii ki, özün danışacaqsan və qan devranı zəif olur deyə trofiki yaralar başlayır yaranmağa. Söhbət yaradan gedəndə bizim yadımıza hansı ad düşür? Hamı göstərir. Nüranə doktor, bəli, Nüranə Cəfərova. Ağır yara baxım üzrə mütəxəssis cərrah. Siz xoş gəldiniz. Mən şadam ki, Turalın yolu sizlə kəsişib. Tural, bir özün denə, necə oldu yarandı? Nə qədər müraciət etdinmi həkimə, yoxsa nə qədər ağır idi yaraların? Çünki mənim anlayışım yoxdur o barədə. Amma səni burada görmək, yenə deyirəm, çox xoşdur. Biz 5 il sonra qarşılaşa bildik nəhayət. Mən Şükürov Tural Vüqaroğlu, Səni artıq bütün Azərbaycan tanıyır. Gülüstan və Suqovuşan arasında 2 güllə yaralanmasına yaralanmışam. Ayağımdan və çiynimdən girən güllə yarası nəticəsində xəstəxanaya yerləşdirilmişəm. Daha sonra məndə sinir problemi və damarlarda problem yaranmışdı və onun nəticəsi olaraq ayağımın alt hissəsində yataq yarası yaranmışdı. Bu yara nekrozlaşmışdı. Daha sonra mən uzun müddət bundan problem çəkdim. Bir çox həkimlərimizin bir-birlərinə tövsiyə eləmək nəticəsində gəldim Sumqayıta. Sumqayıtda Xayalə xanım və Nuranə xanımla tanış oldum və onların dəstəyi ilə bu günə qədər artıq 5 ildən çox vaxt keçib. Ayağımdakı yaranı mütəmadi olaraq nəzarətdə saxlayıb və artıq sağaldıblar. Yəni bir tam sağalmış formaya keçib. Ayaq üstəsində rahat basırsansa, çox güman ki... Düzdür, hissiyat
problemlərim olduğuna görə mən yaranı hiss eləmirəm. Amma tam sağalmış forması da olub müəyyən vaxt sonra orqanizmdə olan dəyişikliklər nəticəsində yenidən yaranır. Amma burada daim onu bir dəfəlik çözəcək. Mən inanıram Nuranə xanıma. Elə şeylər var ki, o şeylər mənim orqanizmimdəki o itirilmiş funksiyalarımın itirildiyi bilmirəm, orqanizmdə nə itirdin, amma itirilmiş torpaqları geri qaytardı. Sizə eşq olsun, valla sizi çox sevirik. Bir videomuz var, onu da izləyək. Xəstəmiz 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri Tural Şükürlüdür. Tural bəy bizə trofiki yara diaqnozu ilə müraciət edibdir. Bu artıq onun bir neçə yaralarından biridir. Artıq tam sağalmış vəziyyətdə Tural bəyi evinə yola salırıq. Mən ilk dəfə Nurayda doktorun qəbuluna gələndə burada ayağımda güllə yaralanmasının nəticəsi olaraq hissiyyat pozuntusu və qan damarlarında dövranın zəif olduğuna görə yaralar yaranırdı. Məndə şəkər xəstəliyim yoxdur, amma şəkər xəstəliyində olan yaralar gec necə sağalır, məndə də elə olurdu. Nuranə xanım sağ olsun, daim təmənnasız şəkildə qəbul edib, müalicəmizi illərdir artıq mən Nuranə xanımın qəbulundayam. Çox razıyam, təşəkkür edirəm və belə yaralardan əziyyət çəkənlərə məsləhət görmək istəyərdim ki, əgər həqiqətən də sağalmaq istəyirsinizsə, ən azından müraciət edin və tanış olun ki, sağalan xəstələr hansı dövrlərdən keçir. Tural, təşəkkür eləyirəm. Bax, o içdən gələn minnətdarlıq üçün sənə və baxın, bu formada yaralar, indi həssas görüntülər var, baxa bilməyənlər kənar dayana bilər, amma bu formada yaralar və sonrası artıq qapanmış və bu formaya gətirilmiş bir ayaq. Yenə deyirəm, Nuranə xanım bura gələndə mən bilirəm ki, təəccübləndirməyi bacaracaq. Yenə yoxdan nəyisə düzgoş etməyi və kimisə sağlamlığına qovuşturmağı bacaracaq. Birinci, mən Bulvar Medical Center'a təşəkkür edirəm. Mən bilirəm, indi orada Turalı necə qarşılayıblar. Çünki onların kollektivini tanıyıram. Mən bilirəm Turala necə xidmət göstəriblər və mən bilirəm ki, Nuranə xanım şəxsən necə bütün gücünü səfərbər edib. Nə etdiniz, necə yanaşdınız və Tural deyir ki, orqanizmə görə geri qayıda bilər. Nə edək ki, başqa hansı dəstəyi göstərək ki, qayıtmasın? Yəni, mənim dairəmdə olan bütün həkimlərlə bağlı mən yardıma hazırım. Layla xanım, xoş gördük, ən birinci bunu deyim. Deməli, Turalda yerli qan dövranı pozuntusu var və neuropatiyası var, yəni sinir inervasiyada bir pozuntusu vardır. Və yarası da elə yerdədir ki, ayağının bütün ağırlığı düşən hissədir, pəncə hissədədir. Turalın yarasını sağaldırıq, ağırlıq düşdüyünə görə təkrar eyni yerdə əmələ gəlir. Mən bir yerdə dayanmıram, həm ali təhsil alıram, həm bərbər işləyirəm. Maşallah, maşallah. Bərbər, yadıma gəlir o vaxtda sənin haqqında onu da məlumat vermişdim. Kim saçını vurdurmalısa getsin bərbər Turalın yanına, vəssalam. Başqa yerə getməsin. Harada oxuyursan? Azərbaycan Texniki Universitetində qiyabi 5-ci kursdayım. Həm çalışırsan, həm işləyirsən, həm oxuyursan, daha doğrusu eşq olsun. Həm də vətənə xidmətimi denə vermişəm, əsas odur, eşq olsun. Bəli. Bir neçə yarasının Turalını sağaltmışıq biz. Turalla biz 5 il bundan qabaqdan tanışıq. Əvvəl başqa klinikada işləyirdim, o zaman Turalla başladıq. Orada sağaltdıq. Sonra bura gələndənsə, ikinci yarandı. Bu klinikaya köçəndən sonra ikinci yarasıdır artıq. Eyni yerdədir. Eyni yerdədir. Amma bir yer sağalır, başqa yerində başlayır. Ola bilər, o silahın, zədəni verən silaha da bağlı ola bilər. Yəni, odlu silaha da bağlı ola bilər. Toxumanın. Post-müharibə dönəmində biz bunları çox yaşayırıq, amma sizə eşq olsun ki, yenə də mən həmişə deyirəm, baxırsan bir qadın, amma nə ürək var, nə cəsarət keçir və o yaraların içində sağalmış bir ayaq bizə təqdim edir. Çox sağ olun, Allah sizi qorusun, Allah sizdən razı olsun, Bulvar Medical Center'dan razı olsun ki, bu cür gözəl-gözəl həkimləri bir yerə yığıb, amma mən ilk dəfədir, məndən heç nə istənilmədən könüllü müraciət edəcəm. Tural, bəlkə də sən o bərbərliyi sevə-sevə edirsən, bəlkə də sənin peşəndir, amma ayaqda durmaq, ayaq üstə durmaq sənin yaranı açırsa və bərbər işi ayaqdadır, o yara ona görə açılırsa, mən çox xahiş edirəm, şəxsən mənim xətrimi, qazilərin xətrini, bizim xətrimizi çox istəyən oğullardan Turala oturaq yaxşı bir iş
təklif edək ki, ayaqda o yük düşməsin və o ayaqdakı yara tez-tez açılmasın. Mən bunu sizdən gözləyirəm. İnanıram ki, edəcəksiniz və öncədən də təşəkkür edirəm həmən insana. Ona isə təşəkkürümüz bir ömür boyu olacaq. Yenə deyirəm, çünki vətənə xidməti yerinə getirib. Əlbəttə olar, buyur. Təşəkkür edirəm, məni düşünərək bu müraciət elədiniz, amma dövlətimizdə elə oğullar var ki, sağ olsun, bugünə qədər o təklifləri ediblər. Sən mi getməmsən? Mən bu yolu seçmişəm, Azərbaycan bərbərliyi sahəsində. O zaman sənə uğur olsun. Demək ki, təklif ediblər. Bax, ona görə mən həmən adamlara bir daha təşəkkür edirəm. Həqiqətən sağ olsun, dövlət də, yaxşı oğullar da, biz özümüzə bəsik. Bundan gözəl bir duyğu yoxdur. Hər an bir olmağa, hər an vuruşmağa, irəli gedib qazanmağa biz qadirik, biz hazırıq. Təşəkkür edirəm Tural sənə, Nuranə xanım, sizə də həmçinin sağ olun və 30 saniyə fasilə sonra Akifi qoşuram.